evdə bir otağı çox mu gördün o qızı? Allah qıbılıyır. Biz özünü idarə edərik. Ağlı da kəsmir də. Yox deyil, elə bir şey ağlı istik olur. Yaxşı, bəs bu 8 il onu tövlədə, qışda belə saxlamışsınız. Hə. Bunu bir ruhi psixoloji dispanserə verərdiniz. Yox, yəni burada saxlamağa orada saxlayardınız da. Əsəbi xüsusən. Amma mən heç əsəbilik görmədim onu. İndi o düşüb. Əvvəllər o cavablarında dağılırdı, Allah var, şən sındırırdı. Şəhərət qalmır, qardaşıq qalmır, hamısını qırır. Amma yəni istənilən halda onu qışda belə o tövlədə saxlamaq nə deməkdir? Hətta onun sağlam olduğu, çox gözəl olduğu deyir, amma indi ayaqları belə tutmur. Niyə ayaqları tutmur? Ayaqları niyə elə oldu? Döydünüz mü? Yox, qırğı çox, qırğı. Niyə qırğı oldu? Soğukdan. Və soyuqda bir peç qoyardınız da ora. Yandırmışım, arada da yandırmışım. Kurusu içeride çok tutsak kaldı. İçeride çok kaldı. Vay buraya gelmiyor da içeride ne kadar kalardı. Yox, yaxşı, indi bulayacaq deyə evi siz onu qatdınız ora. Heç olmasa günüzdən çıxarıb gəzdirərdiniz həyatda. Bunları da elə o havaya çadırdı. Bir sürü tayar oldu. Mən o işimden gücümden kalmanca o ev otarım. Bir ata üçün övladın orada olması ağır değil mi? Ölümcül çətin. Bir ata üçün... Ben de işimden kalamayacağım. Bir ata üçün, ay qardaş, o qızın orada qalması, o vəziyyətdə olması ağrılı değil mi? Ağrı. Benim yani 10 davanlı bir adam duruyor. Değil mi? İkinci yanında fırlaya bayana bir adam. Yani işimden kalımdan yeter, o geldim. Hamısı 8 lira yaxın. Səhv o qışın soyuqda, ay Allah. Siz bir qramda xəstə düşmür o adam. Orqanizmi güclü insan için. Sağlam. Sağlam ürəyi. Məktəbə gedir, değil mi? Yaxşı oxuyur. O, Quran oxuyan kimi bilir, heç bir yalanın özündə də bilir kitab oxumağı. Amma yəni heç olmasa qışda bir bəlkə peç qoyasınız ora. Vururam, ne ya? Yanında bizlerin özünü otlayar eləyərdim. Bilmirəm. Hemen başını itirib, axılını itirib. Yaxşı, indi istəyirsiniz onu aparaq Bakıya. Xəstəxanaya. Köməkli gələsizlər, yerə durarlar. Bu yaşamlar. Köməkli gələsizlər, yerini düzəldərdim. Özünü saxlayırdım. Yox, aparaq xəstəxanaya da bəlkə müalicə olundu, bəlkə kömək oldu. İnanmıram. Onun köməkli. Bəs o bir bacısı necə öldü? Necə bildiniz ki o ölübdü? Soğuqdan o bir çəkildi. Qış düşdü keçdi, yanar yandıramıyor. Soğuqladı. O biri bacısı, o balaca bacısıydı. Yox, böyük idi. Amma bu şəkildə yaşamaq da ona yazıqdır. Gene burada elimiz tuturdu, ne olsa veriyor, gizlice büyük saklıyor. Nə verirsiniz ona məsələn? Allah bilir, ne olur alıp getiririm, özümüz ne gibi olur. Siz zincir belə taxmışsınız bir müddət. O ayakları geriye baktı. Karılara kaçırlar değil, bak xalası gidiyor, xalası gidiyor koymurlar kapıya. Dayılar elə durur. Dayıları gidip bakmadı, yani ki apar harada saklıyorsan sakla. Yəni indi vermək istəmirsiniz də Bakıya aparaq. Amma bu vəziyyətdə saxlamaq da olmaz, yəni bir tövlədə yayı, qışı, isti olmadan ay qardaş, orada necə qalsın? Gözü görməyədi onun için. İldir, bu qız tövlədə bağlı şəkildə saxlanılır. İcra nümayəndəsisiniz. Siz niyə hüquq mühafizə orqanlarına xəbər vermədiniz? Xoş adam xanım, biz dəfələrlə bu həyatda olmuşuq. Bəli, gəlib siz gördünüz ki, bizi bunu görmüşük, biz xahiş edilmişik, birlikdə biz fikrə qərara gəlmişik ki, geçsin kimsəsizlər yerinə. Lakin buna baxmayaraq, valideynlərin özünə razılıq olmayıb ki, yəni özləri saxlasınlar. Ona görə yəni biz də başqa bir şey hükümət edə bilməmişik. Dağ başında bir gül gibi boynu bükük kalan yarim, dikenleri acımadan yüreğime eken yarim, bir kez sana bağlanmışım. Ben kendimi unutmuşum, ey aşkın
Ne istiyorsun? Sana ne alım? Ha? Ne istiyorsun? Çörek. Çörek alım. Al kurban. Bir gün sana aşireti senin için geleceğim. Bir kez Ay Batı niye gözüne oldun ay Batı? ben kendimi Ay Batı niye gözüne oldun ay Batı? unutmuşum. Hey aşkın